Salam, bu videoda sizə xidmətlər bölməsində satış əməliyyatının necə aparıldığını addım-addım izləyə bilərsiniz. Əvvəlcə xidmətlər bölməsinə daxil olun və xidmət əlavə et düyməsinə klikləyin. Bu addım yeni xidmət əməliyyatı yaratmaq üçün başlanğıcdır. Daha sonra müştəri hissəsinə keçin. Əgər müştəriniz artıq siyahıda varsa, sadəcə onu seçin. Əgər yeni müştəridirsə, plus düyməsinə klikləyərək müştəri əlavə edə bilərsiniz. Burada müştəri ilə bağlı bütün məlumatları, ad, soyad, əlaqə, pasport detalları, doğum tarixi və digər vacib məlumatları daxil edin. Məlumatlar qeyd edildikdən sonra müştəri siyahıya düşəcək və növbəti əməliyyatlarda oradan seçilə bilər. Sonra satış tarixi, ödəmə üçün son tarix, deadline və valyutanı seçirik. Əgər ödəniş hələ tam alınmayıbsa, bu sahə sizə ödənişin tamamlanacağı tarixi qeyd etməyə imkan verir. Ardınca, personal bölməsində satışı həyata keçirən əməkdaşı siyahıdan seçirik. Bu, əməliyyatın kim tərəfindən aparıldığını sistemdə qeyd edir. Daha sonra təchizatçı bölməsinə keçirik. Əgər təchizatçı artıq sistemdə mövcuddursa, onu siyahıdan seçirik. Yeni təchizatçını əlavə etmək üçünsə, plus düyməsinə klikləyirik. Əlavə edildikdən sonra o artıq siyahıda görünəcək. Növbəti addımda kateqoriya bölməsini doldururuq. Burada xidmətin aid olduğu kateqoriyanı seçə və ya plus ilə yenisini yarada bilərsiniz. Ardınca alış qiyməti və satış qiymətini qeyd edirik. Əgər xidmətə endirim tətbiq olunacaqsa, endirim hissəsini də doldurmaq mümkündür. Açıqlama bölməsi müştəriyə xidmət haqqında əlavə məlumat vermək üçündür. Burada müştərinin bilməli olduğu detalları, xidmətin şərtlərini və ya qeydləri yaza bilərsiniz. Həmçinin xidmətlə bağlı qonaqların adlarını da bu hissədə qeyd edə bilərsiniz. Bütün məlumatlar daxil edildikdən sonra müştəri ödənişi bölməsinə keçirik. Burada ödənişin hansı kassaya edildiyini seçirik və müştərinin ödədiyi məbləği mədaxil edirik. Əgər bank tərəfindən komissiya tətbiq olunursa, bank komissiyası bölməsində bu məbləği daxil edə bilərsiniz. Sistem avtomatik olaraq komissiyanı çıxacaq və xalis mədaxil kassalarda əks olunacaq. Sonda bütün məlumatları bir daha yoxlayın və əməliyyatı təsdiqləyin. Beləliklə, xidmətlər bölməsində satış əməliyyatı uğurla tamamlanır.